deyir o alimlərə, həm də fasiq deyir, dəhşətdir. Həm də deyir ki, Allahı unudublar, şeytan onları Allahdan uzaqlaşdırmışdır. Yəni, bu ayələri indi insan təsvir edəndə, təhlilinə baxanda, Əhl-i Beytin kəlamları ayələri barəsində baxanda, sonra da zəmanəmizlə müqayisə edəndə, zəmanəmizi tətbiq edəndə görürük ki, ayələr həmişə aktualdır. Həmişə bu cür insanlar olub. Həm balıq tutanlar var, balığı tutmamaq üçün etiraz edənlər var, həm də sükut edənlər var. Və rivayət var. Sonuncu sözümüz olsun, Peyğəmbər buyurur ki, danışan şeytanlar var, lal şeytanlar var. Lal şeytanlar o insanlardır ki, onlar haqqı görürlər, batili də görürlər, haqdan müdafiə etmirlər, batildən də çəkindirmirlər. Bunlar lal şeytanlardır. Sükut edənlər lal şeytandır, rivayətdə gəlib. Pərverdigara bizi Əhl-i Beytin Quranın həqiqi ardıcılarından qərar verginə. İlahi Pərverdigara bizi əmr məruf edib Allahın əmrini sona qədər deyənlərdən qərar verginən. Pərverdigara düşmənlərin məkri hilələrini özlərinə qaytarginən. Pərverdigara məscidlərimizə, məbədlərimizə əl uzadanların əllərini qət eyləginən. Onları məhv nabud eyləginən. Onların arkada duranlarını məhv nabud eyləginən. Pərverdigara onlara göstəriş verib tədbir tökənlərini özün bilirsən, onların özünü, hamısını məhv nabud eyləginə. Pərverdigara, möminlərin birliyini, vəhdətini bərpa eyləginə. Pərverdigara, Əhl-i Beyt Xatimə xanım Zəhra məscidinin qalmasına, ilahi İmam Zaman xatirinə bizə kömək eyləginə. Pərverdigara, möminlərimizin qəlblərini bir-birinə yaxın eyləginə. Pərverdigara, düşmənlərin vəhdətini pozginə. İlahi Pərverdigara, onları tezliklə nabud eyləginə. Pərverdigara, onları cəzalandırginə. İlahi Pərverdigara, bir anda bizi Qurandan, Əhl-i Beytdən ayrı salmayınə. Pərverdigara, İmam Zaman ağanın zuhurunu təcil eyləginə. Bizi ağanın həqiqi əskərlərindən, yara ənsarından qərar verginə. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.